SSR idman ustası, əməkdar məşqçi mərhum Qurbanxan Məhərrəmovun xatirəsinə həsr olunmuş boks turniri keçirilib. Ötən gün baş tutan turnirin qalibləri mükafatlandırılıb. Biləsuvarda SSR idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi, ömrünü boksin inkişafına həsr etmiş Qurbanxan Məhərrəmovun xatirəsinə keçirilən boks turniri 2 gün davam edib. Yarışda ölkənin müxtəlif bölgələrindən gələn yeniyetmə idmançılar bir araya gəlib. Təntənəli açılış mərasimində rayon rəsmiləri, tanınmış idmançılar, Boks Federasiyasının beynəlxalq dərəcəli hakimləri iştirak ediblər. Dövlət himni səsləndirildikdən sonra yarışın baş hakimi turniri açıq elan edərək idmançılara uğurlar arzulayıb. Qurbanxan Məhərrəmovun demək sayı hesabı yoxdur. Bu uğurlardan qələbə gətirib Biləsuvar rayonuna. Bu iki gün bunun adına keçirdi. Təşəkkür edirəm Boks Federasiyasına, Biləsuvar icra hakimlərinə sağ olsunlar, bu təşkil ediblər bu cür yarışı. Çox minnətdaram. Azərbaycan müstəqilliyi əldə edəndən sonra Azərbaycan Boks Federasiyasının tərkibində deməli Qurbanxan Məhərrəmovun yetirmələri, qardaşı oğlu Emil Məhərrəmov Avropa dünya çempionu olub. Qurbanxan Biləsuvar boksu tarixində Biləsuvarın cənub bölgəsinin ən titullu boksçusu olub, idmançısı olub. Həmçinin də onun ənənəsini bugün davam etdirən yüzlərlə idmançı boksçu var. Qeyd edək ki, yarış 34-57 kiloqram çəki dərəcəsində olan boksçuların mübarizəsi ilə başlayıb. 12 çəki dərəcəsi üzrə keçirilən turnirdə 4 komanda üzrə 70-ə yaxın idmançı iştirak edib. Turnirdə komanda hesabına görə Biləsuvar boksçuları birinci yerə layiq görülüb. Sonda qaliblərin mükafatlandırma mərasimi olub. Fəxri yerləri tutan komandalara və idmançılara kubok, diplom və medallar təqdim olunub. Əyyub Türkay, Samir Qurbanov, Zahid Aydınoğlu, Biləsuvar.